Bakıda Ümumdünya Şəhər Salma Forumunun 13-cü sessiyasının açılış mərasimi keçirilib. Prezident İlham Əliyev və BMT-nin məskunlaşma proqramının icraçı direktoru Ana Kladiya Rosbach sessiyada iştirak edən dövlət və hökumət başçılarını, nümayəndə heyətlərinin rəhbərlərini qarşılayıblar. Sonra BMT-nin məskunlaşma proqramı tərəfindən hazırlanmış WUF 13-ün açılışına həsr olunmuş video çarx nümayiş etdirilib və mədəni proqram təqdim olunub. İki ülkədən 35 mindən artıq Əliyev Ümumdünya Şəhər Salma Forumunun 13-cü sessiyasının açılış mərasimində çıxışı zamanı bildirib ki, bugün qlobal tədbiri təşkil etməklə biz bir daha şəhər salmaya, onun inkişafına olan böyük sadiqliyimizi nümayiş etdiririk. şəhər salma nəinki Bakı üçün və bir çox Azərbaycan şəhərləri üçün elə bir məsələdir ki, biz gündəlik əsaslarla onun üzərində işləyirik və bu il biz şəhər salma il kimi elan etmişik. Mən BMT-nin məskunlaşma proqramına təşəkkürümü bildirirəm ki, onlar bu tədbirə dəstək verən təşkilat qismində çıxış ediblər. Bizimlə əməkdaşlıq etdiklərinə görə və olduqca belə bir məsuliyyətli işi bizə həvalə etdiyinə görə təşəkkürümüzü bildiririk. 2022-ci ildən etibarən biz 3 Milli Şəhərsalma Forumunu təşkilatla birgə keçirmişik. Ağdamda, Zəngilanda və Xankəndidə tədbirlər təşkil olunubdur. Həmin şəhərlər uzun illər ərzində işğal altında olmuşdur və bugün qlobal tədbiri təşkil etməklə biz bir daha şəhər salmaya, onun inkişafına olan böyük sadiqliyimizi nümayiş etdiririk. Biz öz gündəliyimizdə insanlarımızın həyatını daha da yaxşılaşdırılmasını vacib hesab edirik və bütün zəruri tədbirləri görürük ki, onlar özlərini rahat hiss etsinlər.